ədədi çıx AB ədədi bərabərdir neçəyə? 179-a. A plus B cəmini soruşur bizdən. İndi bura baxın. Bunu açaq. A-dan sonra neçə element var? 2 element. 2 dənə sıfır olan nədir? 100A. Üstə gələk. B-dən sonra neçə element var? 1 element. Bir dənə sıfır olan nədir? 10-dur. 10B. Plus neçə olacaq? 8-dən sonra element varmı? Yoxdur. 8-in özünü yazacağıq. Üstündə xət varsa həmişə belə açın. Çıx 10A. Üstə gələk B deyilmi? Bəs burada qabaqda çıx varsa onda nə olacaq? Çıx B. Bərabərdir. Nəyə? 179-a. 100A çıx 10-a. 10B çıx B. 100-adan 10-a çıxın. Bax, 100-a aları bir tərəfə toparlayıram. Üstə gələk. 15 beləri də bir tərəfə toparlayıram. Plus 8 bərabərdir 179-a. 100-adan 10-a çıxanda nə qalır? 90-a qaldı mı? 11-dən B çıxanda nə qalır? 9B qaldı mı? Müsbət 8-dir. Bərabərliyin bu üzünə keçəndə nə olur? Üstə gəl 8-dir. Bərabərliyin bu üzünə keçəndə işarə dəyişir, çıx 8 olur. İndi 9'lar hər ikisində var. Hər ikisində eyni olan ədədi və yaxud rəqəmi mötərizənin xaricinə çıxardın. Xaric nə deməkdir? Çöl deməkdir. Mötərizənin çölünə çıxardın. 9'lar eyni olanları mötərizənin çölünə çıxardın. 9'lar çıxdı. Burada 9 çıxdı. Bir dənə 0 qaldı. Bir dənə 0 olan nədir? 10A plus 9 çıxdı. Burada nə qaldı? B bərabərdir. 179-dan 8 çıxanda nə qalır? 171. 10A plus B nəyin açışıdır? AB'nin açışı deyilmi? Aynen B'ni birləşdirin. AB ədədinin. 9AB ədədi bərabərdir. Neçəyə? 171'ə. 9 ilə bunun arasında heç nə yoxdursa nə var? Vurma var. Vurma varsa aşağıda nə olur? Bölmə olur. 171'i nəyə böləcəm? 9'a. Bir dəfə 9, 81, 9 dəfə. AB ədədi nəyə bərabər oldu? 19'a. A birinci gəlir. Birinci gələnim nədir? A'dır. Burada birinci gələnim nədir? 1'dir. Deməli A'nın yerinə nə durur? 1 durur. B ikinci gəlir. İkinci gələnim nədir? 9. Deməli A 1'dir. B də 9'dur. İndi bizdən nəyə soruşur? Bunların cəmini soruşur. A plus B'ni A'nın yerinə 1, B'nin yerinə 9, cəmi də neçə eləyəcək? 10 eləyəcək. Deməli hansı variant oldu? B variantı oldu. Harda başa düşmədiniz? Qoy kaydı dayandırın.